Qopuz Türk xalqlarının ən qədim musiqi alətlerindən biridir. Amma bu yalnız musiqi aləti deyil, başqa mədəniyyət və ruhun ifadəsidir. Qopuz ən qədim simli çalgı alətidir. Onun yaranma tarixi eramızdan çox əvvəllərə aid edilirdi. Qopuz çalan adamı ozan deyilir. Qopuzu bəzi xəstəliklərdə də dərman kimi istifadə edilir. 26 aprel 2018 Qopuz ən qədim simli çalgı alətlerindən biridir. Qopuzu çalan ifaçılara ozanlar deyilir. Türk xalqlarının sevdiyi musiqi alətlerindən biri də qopuzdur. O 5 simli, 2 simli olur və o başqa adları da məlumdur. Bəli, onun haqqında danışmaq daha çox olar. Bəli, qopuz necə yaranıb, nə vaxt yaranıb, hansı materialdan yaranıb, hansı ağacdan yaranıb, onun ismi nədir? Bunu düzdür, bütün insanlar bunu çala bilər. Yəni fitri istedadı olan, musiqiyə həvəs olan insanların hamısı bundan istifadə edə bilər. Amma ən çox qəhrəmanlıq dastanını əhatə eləyən bizim mövzularda bu öz əksini tapır və keçmişdə də bu qopuz hər yoldan keçənə yox, qəhrəmanlıq, igidlik rəmzi olaraq o qoçaqlıq göstərən insanların əlinə verilirdi. Bəli, bu gördüyümüz gözəl qopuz.